O yesinler sonra bırakasın. Yesinler. O işte. Biri kaldı desin. Alanda biz 100 lira bakalım. Bir kötesiz et almaya düşmüyor da. Güzel olanda. Bu arada denklesin sen bizde var iyisi. Evet. Ha. Maalesef bak ne kasır olan bizi görüyor. Salam şelale kava. Gel gel. Gel hayat yanlış çekiyor. Gel. Baba. Gel. Gedək mi Ramazan müəllim? Hə? Gedək. Çek. Havalar böyle çek. Sizinlə maraqlı olar da danışa gedək. Ne çek. Çek gidelim çek. Çek. Böyle gidelim. Ağaçlar görsen orada ağaçlar ekildi çamura. Bunlar təzədir, çünki Onda bunlar yox ağaçlar idi. da- Gedək bir dənə qabağa o tövləyə də baxaq. Şöyle köhne şeyler var. Orada bir dəyişiklik varmı? Yok. Bir değişik yok. Ancaq vaxt var idi, mənim yadımdadır. Burada şey var idi, Agrajdeniyada, Zabo. Orada inəklər. Ha. İnşallah o dövran bir gün qayıdar. Ha, deyəm, bu stolbası qalır. Ha burada var. Bu. Kaletka da. Burada devam ediyor. Böyle. Buralarda, bu otu bitmirsiz. Pişirir tabii. Piştikçe gelir de bu. Burada bu alça. Alça. Burada. Bak. Ha, siz postepенно da, asta da onu biçəndə Burada şey olur. çalır. Sen görsen o çalmışır tezden gelir. Aa, Tezden gelir. Tezden çalıyor. Evet. Bunlar fefa ağaçları fefa. Fefa o da təzədir, hə? Hə? O da təzədir. Bu göyəmdir də Şey desən. alma. Bu almadı. Bu nə də deyirlər, cənnət alması yox. Cennet olmuş ya. Murat'ta bir şey yok değil mi? Murat'ta öyle. Deyir, ağac bar verəndə başını aşağıya əyər, hə? Evet. Bunu buralarda sağ bakacağım. Daha istəyirsiniz bir dənə çevirin şəklinizi çəkin bu gözəl mənzərədə. Hala burada şey. Burada ağaçlar, erik ağaçlar, ne bileyim. Bu da almadır. Olmaz. Əri ucu vaxtı getdi də. Tutarız. Getirme burada bizde erik olmuyor. Ama o çayla yer işte. Gedəyin arxa baxın, arxada. Buranı dünən Əhməd biçdi. Burada özdə qəşəng də yarpız bitir. Ya bu dünyadan yedik. Ha da buradan yığdı dünən yarpız. Su. Suyun qırağında gözəl bir arxa. O ağ desəm belə, o ancaq bura gəlir. Bəs o tərəf, belə gedir. Bir bulağı ora, bir bulağı bu tərəf. Bu zabor desən təzədir, bu yox idi. Bu zabor. Atan gətirmişdi o şeyləri. Bir baxma Bakıda qaşıq bıraxırdı. Qaşıq qəlibləri də olur. Yadımda. Doğrudan qaş. Bir dəncə yaxınlaşa videoda göstərdim. Əmi yəqin görüb onları. Görüb əşəmin görüb. Bəs Mütahib əmi axırıncı dəfə nə vaxtı gəlib bura? Gəlib. Nəsə mənim yadımda deyil. Bu qaşıq. Atam yadımda da o vaxtı işləyirdi qaşıq zavoduna. Belə qaşıq. Qaşıqların şeyləridir. Listdən kəsiblər. Atan gətirmişdi ürəkləri. Qalxan zıbanı düzəltdi.
Bura getdi. Çox. Ancaq bir dənə karetka qoymaq lazımdır. Oradan evdən çıxanda Hər şey ona bu şeydir. Bu çatı sonra gedib çəkərəm yaxından. Dayı, bəs bu ev niyə belə hər yandan çatdı? Mən onu başa düşmürəm. Bax, buradan çatlar gedir. Buradan çatlar. Bunlar ştukaturka eləyəndə setka zad qoymayıblar. Ya nədir? Hara baxırsan çatdı. Yuxarıda. Bunu remont eləyib tezə erkəklər aladı. Hər gedirəm. İşte qalın sulu ştukaturka var bu. İt mi geldi? Qalın sulu ştukaturkadır burası. Şeyi yoxdur. Setkası yoxdur, bəlkə ona görə. Burada biraz yaxşıdır. Burada çat azdır. Ancaq sıra ona gedir çatlar. Padvalını bir daha görsədim, ancaq qaranlıq olar. Padvaldır, nəyə var? Ancaq balkaları yaxşıdır. Gəlirəm. Aşağısında çürük yoxdur, yaxşıdır. Buradan bir dənə qapı. Bir yere Kamran gelme çalmıştı. Görün nasıl uçuyor. Şey söylüyor bakayım. Burada mənim yadımdadır bu hissədə mən baba ilə əncir ağacı əkmişdim. Bax bu əncir ağacı baba ilə mən əkmişdim bax bu hissədə. Onu kəsdilər aşağı. Yəqin nə oldu? Çürüm o çox böyümüş deyə. Ev xarabdır. Bax hələ kökü içində. Hanı? Onun kökü. Onun kökü asfaltın altından ucu şey demişdi. Burada da ev yüngülvari əl gəzdirmək olar. Burada nə etmək lazımdır? Belə baxıram, polu zat boleminya normaldır da, istərişki poldur. Oralara zər kraskalamaq lazım. Bütün kraska lazım bura. Yuxarıları bu kraskalamaq. Kraskalamaq, tökülüb pambıqlarıb. Burada buralara o polu kraskalamaq lazımdır. Yüngülvari kosmetik şeylər lazımdır. İnşallah eləyərik. Bura xatirə yeridir. Qocalar evi. Qocalar evi. O bizdə qocalar evində var. Pəncərələri yaxşıdır, slikka şkuriç eləmək lazımdır, sonra rəngləmək. Bura bax, araya bax, nə qədər çat verir. Çox deyir, bəlkə 3 santim zad var yuxarıda. Buradan da gedir çat. Özü görürsünüz. Belə gedir. Belə gedir. Divar vapşı aralanıb. Skvaznayadır. Divar bir-birindən aralanıb. Niyə belə olub? Yəqin burada fundamenti töküblər, bax nəsə belə şey töküblər. Svyaska yoxdur bir-birinə. Onun üçün də bu ev usatka verir, bu ev usatka verir. Ancaq bir-birinə svyazanlı deyirlər deyənə hərə öz həyatı ilə yaşayır. Burada da ştukaturka eləyiblər, qalın sloy. Bu da buradan aralanıb. Ştukaturka eləyiblər, setkasız. O da setkasız da olanda çat verir o. Burada pena alıblar. Pena bağlamaq lazımdır. Pena ucu çürüyüb, xarab olub. Niyə belə qoyublar pəncərəni? Aşağısı buradan belədir. Zapadlitsodur. Bu zapadlitsodur, bu tərkir. Bu pəncərə niyə belə əyri qoyublar? Oradan partlayıb durur. Divar partlayıb orada. Özü vurub partlayıb. Divar partlayıb pəncərəni də aşırdı. Nə yaxşı sınmayıb? Allah eləməsin.
Burada bunu zazor zat heç verməyiblər ki, diriyiblər pəncərəni qırağa. Bu da sınar ki, bu gələcəkdə. Heç olmasa bir 2 santim zazor verərdilər də, heç olmasa yaxşı pena yeri olsun. Bu yuxarı vəbşi dirənib. Burada gör, burada bax nə tər. Burada qəşəngdir zazor, yaxşıdır. Bu tərəfi zazor bayrağını görmürsən nə tər tikər ki böyle. Əydir. Belə burada flatını qoyublar. Orada 2 santim zazor, burada flatını. Biz pəncərə qoyanda dayı, heç olmasa 1 santı yarı. Bunda yaxşıdır. Bunda yaxşıdır. Zazor veririk. Burada da bir. Burada da veririk. O biraz çox da olardı, zərəri yoxdur. Perimişkaları yaxşı qoyublar yuxarıda göz. Bu tərəfə də çıxır, bu tərəfə də çıxır. Yuxarı perimişkaları. Bu kandiya işləyirmi? Onun nəsə şeyini zət görmürəm. İşləyir. İşləyir. Öz turbası zata içərdən veriblər yəqin. Hardan da bunun turbaları? İşləyir. Yox, yox. Turbası yoxdur, podключение yoxdur. Yox, girir. Var. Ha, o da. Yox. Gedəyim o böyük bağa gedək. Bir də sən bağa gel, nə edəsən ayağı çiyə başlar. 12 dəqiqədir da çəkirik. Hə, bu saltaq, bu saltaqdır. O çək o bax. Gedək. Tamam, üstündə söyle. Gedəyin çəkəyində vaxtınız varmı? Vaxtım var. Gedəyin. Burada nə bilim köhnə mebel, ya nədir bu belə? Yığıblar. Köhnə taxtadır, mebeldir. Taxta. Bəs bu nədir? Bu əvvəllər burada qoyunlar desən var idi. Qoyun burada var. Hə. Çox burada, sonra bağ salıb burada. Bir dənə gəzəyin də dayı. Gel. Bu videonu mən bir neçə adama göstərəcəm. Bunlar Kamran əmi əkib də, hə? Qəşəng. Burada o alma yadımda. Bu alma ağacından həyətdə də var idi. Yadınız. Nə oldu o almaya? Ana var. Baxın nə gözəllikdir. Bu fındıqların hamısı əmi əkib də. Çox sağ olsun. Bu zoğal. Zoğal? Ha, bu hələ sentyabrdadır bunun vaxtı. Bu sentyabrda, sentyabrda. Yox, çəkir də. Boldur maşallah, zoğal boldur. Yaxşı feyxal var, gör şey var, görün kivi. O kividir mi? Ha. Burada kivi bitir. Evet. Bu səmanın gözəlliyinə bax. Adamın başını fırladır. O bak kivi var. Ha, görürəm. Biraz yaxınlaşdırım. Bu kivi nə vaxtı bitəcək? Ha, sentyabrda. Sentyabrda gəlirəm. Gəlirəm. Kivi. Orada desən tualetdir, hə? O tuvaletə durur orada. Dayı o arxa gedir bir də o qırağa baxalda evin dalına. O yerlə mən xatirələrim çoxdur. Bu da evin bu tərəfindən. Bak desən işləmir, hə? Yoxsa işləyir? O bax. Bu evin bu birisi rakursundan. Çox gözəldir. Biraz damına, yuxarısına əl gəzdirmək lazımdır. İşte bu o hissə qəşəng olsun. Bir damızı da yuxarı. Desən o? Ha, yox, yuxarıdan onlar bir-birinə naklasla deyəndə axmaz yəqin. Tuvaletin dalı belə gözəl. Heç bilinmir ki, tuvaletdir. Buralara çok yakın koşuyor. Niyə? İlan var? İlan var, gördüm ki ne olmaz o. Bir şey ilan değil. Nə danışırsınız? Arxı kəsiblərmi? Suyu nəsə azdır. Dünənki kimi geri gedib daşları götürür, hə?
O yazı bırakılır. Ha, o yazı baxın. Hə. Yəni buradan hardasa kəsib. O oradan qala. Bu da fındıq ağacı. Ha, bu da sənin tuvaleti buradadır. Ha, tualeti qəşəng maskirovka eləyiblər dalına. O nədir onun adı o? Bitirir üstünə. Bu Ha. gözəllik ağacı özünü bitirir. Bu nəsə çox ayaqsız şeydir. Buna baxın. Promoy betonu yeyir özünü. Ha, onu təmizləyirsiniz ki, betonu xarab eləməsin. Hə. Ha, evin bu dal hissəsini çəkin. Bir dənə də çatlaq yoxdur. Bax. Bu qapı içəridən açılır, bayaq ki kuxnyalıdır. Çox gözəldir. Aha, bir dənə bu çatlaq var. Bu niyə əmələ gəlib? Çatlaq. O zərzərdə olan. Ha, zərzərdən olan. Onda zərəri yoxdur. Zərzərdən olan. O ikincidə zərzər olmuşdu. Aa, 2012'də. Aa, sizin ev polностью sökülmüşdü, bu isə qalmışdı, hə? Bizimki dağılmışdı. Hmm. Bizim köhnə idi. Burada o şeyin zaborudur. Nə deyirlər ona? O kolun adı nədir? Nə bilmək. Mən də bilmirəm. Getdik də. Zabor kol, nə olur? O bünyət bilir olur. Ha, o şeydir, Rusiyada da məşhurdur. Ondan eləyirlər bəzi yerlərdə. Daha bir də axıra qədər gedək də nə olar ki, ora qədər. Kadrımız qəşəng söhbət, şirin söhbət eləyir gedir. Yox. O hissədən zabora baxmazsan. Kamran nəmi deyirdi, zabor əyilib. O birisi böyük bağda əyilib, hə? O dünən gördüyümüz yerdə də. Onu deyirdi də o. Bu ağac desən təzədir. Ha, bulam təzə ağaçlar. Çünki mənim yadımda deyil ki, burada fındıq ağacı olsun. Ha, burada ağaçları kəsəsiz də, bu xurmaları kəsəsiz də. Xurmaları? Ha, xurmaları kəsəsiz. Niyə burada bitmirmi şeyin ar? Xurmadan sonra fındıq yaşır. Aa. Fındıq nə verir? Burada pomidor zaten əkmirsiniz də. Ha, bunlar ağacları. Buradan pomidor, qardalı. Ay, nə qəşəng. O şey əkir onu. Bunlar əskil əkir. Belə ki, nar ağaçları. Payızda burada da öz meyvələri olacaq, hə? Hər şey olur. Qarğıdalı ucu bitirmir, yoxsa hələ bitmir? Yox, hələ yox. Çox belə şaxdılar, qəşəngdilər. Ha, nə var? O da vilayət gelin evi. Toyuqlar da yəqin onlarındır da. Bu xiyardır da desən orada. Xiyarlar da onlar hamısı əkirlər. Baxıram köylərə. Hə, gəlin baxın. Bəs sulamağı da yaxşı sulayıblar. Hamısı dibləri yaşdır. Suzluqdur, deyən suzluqdur. Onun xiyar bağı. Dirik. Varmı bir iki dənə xiyar çəkərdim kameraya? Nəsə? Olan üzürlər, yiyirlər, xiyar falan. Buranın da otu biraz bitirsin, hə? Burada da çoxdur. Onun da hamısını biçmək olmur da, hə dayı? Nə? Otun da hamısını biçmək olmur. Olur, niyə olmur? Yox, yəni bitsin, onda heyvana nə verəcəksən? O Biçib verirlər də heyvana. Yox, başa düşdüm. Yavaş-yavaş da. Yəni məsələn birdən-birə hamısı biçilsə, Hamısı biçiləndə yığırlar çardağa da odur. evet. Qurudub çardağa yığır da. Bəs onda mal nə yesin? Ha, mal yema yox, ma qədər şey var mala. Ha. Gör biz nətər baxır, görmədim. Ha. Sən də sağ. Gündə 2 dəfə. 3 dəfə, 4 dəfə. Bunda bu qəşəng xoruzdur. Qoy xoruzu çəkim. Lap böyüdür elə bu. Hə? Lap böyüdür o xoruz. Böyükdür. Ha, rəngarəng.
Değil mi? Nədir? Nədir? Bu bir şey değil ancaq hürməyi yaman var bunun. Hə? Bu it bir şey değil, hürməyi yaman var. Mən onu sən görəydin, baxsan nə təəccüb verir. Ha. Gözləyin onda mən qabağda gedim. O sana hürmür. Mən o hürməyəndən qorxuram, o sakit oturub. İlkdən biraz soxuluq gələr deyəmi? Ha. Toyuqlar burada da gəlsin. Burada da toyuqlar. Ramazan müəllim, olarmı kameraya bir sual verəm? İndidən sonra arzunuz nədir? Nə Var? olasıdır? Xoşbaxt yaşamaq. İnşallah, amin. Olar. Bu gözəllikdə yaşamaq mənə elə gəlir, elə özü bir sərvətdir. Bəli. Bak görürsən, buranı biçmişik, oradan gəlir. İndi buranı biçəcək, bura gəl çatacaq. Görürsən, otur. Hə, yo biçəndə çox qəşəng görsənir. Mən başa düşdüm, siz asta-asta biçirsiniz, verirsiniz, biçirsiniz, ot sveje qalsın. Dünən gördüm, inək yemirdi o, köhnə otu yemir o. Nasıl? İnək də sarını yemir otu. Yiyirlər aşağı. Yiyir. O birisi yiyər, o bir dənəsi var, onun ağzı diyan var. Qara mı? Hə. O birisi boz bir dənəcə elə bir ki, hürkünür. Qara hayasızdır. O bala baxır, yox. O, Süd verir də. hə, onun üçündür. Doymaq bilmir. Doymaq bilmir o. Ya buranı da şey. Dayı otu daşımaq üçün deyin də nə edirsiniz də? Yaxşı onu sonra. O Xədicə gəldi. Xədicə gəl. Biz kino çəkirik burada. Hansı olsun? Hə? Kino çəkirik əmilər üçün. Əhmədin qızı Xədicə. Sən də kino çəkmək istəyirdin. Bu da первый kadrdır. Bu da pişik. Hə, bu Əhməd gəlin evi. Şebeli. Şebeli. Tez bu əmi var idi, sonradan bunu tikdi. Yoxsa necə? Əhməd gəl başa sal da, sən bunu yaxşı bilirsən. Buradan bura şey eləmişik, davqə eləmişik buranı. Aha. Yəni bura kimi əvvəldən var idi, sonra bura olubdu əvvəl şey, pilləkən. Aha. Sonra buranı davqə eləmişik, buranın indi oldu kuxna. Buraya bir salon, qabaq tərəf Aha. pilləkən. İçərisini çəkək, yoxsa ehtiyac yoxdur, hələ hazır deyil də. İçərisini dağıldığını eləmişik. Ada. Bu söz verib, saat onun yarısını sana bilet yazdırdım.